Deməli, burada necə olur? 4-ü vurursan 5-ə 20. 20-dən çıxırsan 1-i eləyir 19. 4-ün üstünə 5 gəlirsən 9. Üstünə 1 gəlirsən eləyir 10. Onda burada hansı uyğun variant olacaq? 6, 3 olacaq da. Onda 6 dəfə 3-ün 18 çıx 1, 17. 6 üstə gəl 3, 9 üstünə də 1, 10 cavab cəbəndə. Burada 104-cü sualda necə olur? Bax, 6 dəfə 2 eləyir 12. 12-dən, yəni vurmadan çıxıram bunların cəmini. 6 üstə gəl 2, 8. 12-dən də çıxıram 8-i alıram 4. Onda burada necə olacaq? 5 dəfə 5-in 25-dən çıxacam. 5 üstə gəl 5-i 10-u. 25-dən də 10 çıxıram eləyir 15-yə variantı. Burada 102-ci sualda necə olur? Kvadratın içindəkilər çıxıram. 64-dən çıxıram 24-ə. Cavab eləyir 40. Mən 40-dan 8-i necə ala bilərəm? Deməli 8 vur 5 40 eləyir. 5-ə vurmaqla. Digərində 79 34-ü çıxıram 45. Deməli neyiniyim? 45-i 5-ə bölübdür. 9 alıbdır və yaxud da ki 9-u 5-ə vurubdur. 82-dən çıxıram 27-ni 55. Deməli 55-i də bölürəm 5-ə. Cavab alıram 11 A variantı. Deməli 107-də necə olur? Kvadratlar cəmini yazır. Bax 3-ün kvadratı 9, 2-nin kvadratı 4, 9 ilə 4 13, 2-nin kvadratı 4, 4-ün kvadratı eləyir 16, toplayır eləyir 20. Onda olacaq 4-ün kvadratı 16, 6-ın kvadratı 36. Cəmini yazacağıq bura, eləyəcək cavab 52. Burada 97-ci sualda nə eləyir? 3 bucağın içindəkilər toplanılır. Eləyir 12, 8, 4. Bunların cəmi eləyir 24. 24-də 2 vur 4 kimi də olur. O da eləyir neçə? 8. Sonra sonuncuya baxıram. 34, 25, 20. Bunların cəmi məndə verir 79. 7 dəfə də 9-un cavab eləyir 63-a bəndi. Burada 101-ci sualda necə olur? Toplayıram. Elə bil ki, tutalım. 4 ilə 5-i toplayıram 9, düzdürmü? 9-dan çıxıram 3-ü, alıram cavabı 6. 6 ilə 8-i toplayıram 14. 14-dən 3 çıxıram 11. 11 ilə 16, 27. 27-dən də çıxıram 3, cavab eləyir 24 A bəndi. Burada 93-də necə olur? Bax, toplayıram. 75 ilə 28-i toplayıram. Eləyir 103. 103-ün 1, 0, 3-ü toplayıram. Eləyir 4. 17 ilə 45-i toplayıram. 62. 6-nın da üstünə 2 gəlirəm. Eləyir cavab 8. Bu bəndə. Deməli, burada 95-də nə edirəm? 13-ü, bax, bunu buna vururam. Vururam. 26 bölürəm 2-yə 13. 8 dəfə 3-ün 24 bölürəm 2-yə 12. 7 dəfə 6-ın 42 bölürəm 2-yə 21. Cavab B bəndə. Burada deməli 92-də nə edirəm? Aşağıdakıları toplayıram, bölürəm 4-ə. 18, 14, 32 bölürəm 4-ə. 8. Onda 31 ilə 13-ü toplayıram 44 bölürəm 4-ə. 11. Cavab B bəndə. 90-cı sualda nə edirik? Eyni fiqurların daxilinə baxırıq. Eyni fiqurun daxilində bax, kvadratların içində nə var? 2, 8. Dairənin içində nə var? 1, 6. Deməli 2-ni 8-ə vuranda eləyir neçə? 16. Digərlərinə baxırıq. Kvadratın içərisində 6, 4 var. Düzdürmü? 6-nı 4-ə vuranda dairənin içərisində yazılır. Deməli, kvadratın içindəkiləri bir-birinə vurub, dairənin içərisində hansı cavab olduğunu yazacağıq. 8 dəfə 4-ün 32. Deməli, sual işarəsinin yerinə nə olacaq? Cavab 2 A bəndi. Deməli, burada 83-də necə olur? 10 ilə 6-nı toplayıram. 16, çıxıram 2-ni, 14. 23 ilə 15-i toplayıram, çıxıram 2-ni, 36. Demək, 18 ilə 7, 25, çıxıram 2-ni, 23 daha cavab deməli. Burada 86-cı sualda necə olur? Baxırıq. Bunların hamısını cəmləyirik. Bunların hamısını cəmləyəndə eləyir 102. 102-ni bölürəm 3-ə, eləyir 34. Bunların hamısını cəmləyirəm, bölürəm 3-ə, 22. Deməli, mən burada bunların hamısını cəmləyib 3-ə bölsəm, alınacaq 24. Bunları cəmləyirəm, bərabər eləyirəm mən 72-yə. Sonra 72-dən də bunun cəmini 44 və 13-ü çıxıram, cavab eləyir 15 debəndə. 81-ci sualda necədir? Bunu demək 2 yerə bölürəm, 2 yerə bölürəm. Deməli, birinci hissədə məndə alınır nə? 73. İkinci hissədə də alınır məndə 19. 73 19-dan mən 46 almalıyam. Mən 73 19-dan 46-nı necə ala bilərəm? Deməli, nə edirəm? 73-ün üstünə 19-u gəlirəm. Neçə eləyir? 80 neçə eləyir? 92, düzdürmü? 92-ni də bölürəm 2-yə, alıram 46. Bax, buradakı 11 ilə, bu 0,7 zaten 7-dir, topladım. Elədi 18. 18-i bölürəm 2-yə, aldım 9. 52, 32. Toplayıram, bölürəm 2-yə. Bax, gəlirəm burada nə edirəm?
deməli 15 ilə nəyi toplayıb 2-yə bölsəm, deməli mən cavabını neçə alaram? 48. 15-in üstünə x gəlirəm, sonra da bölürəm 2-yə, eləyir 48. Onda məndə cavab nə eləyir? 15-in üstünə mən neçəni gəlməliyəm ki, məndəki cavab eləsin 96. Onda 96-dan da çıxarım 15-ini, o da eləyir məndə cavab 8, 1. Y variantı. Burada 77-də necə olur? Bax, bunların hamısının cəmi məndə verir 12. Bunun cəmi verir 15. Bunun cəmi verir 18. Deməli, neyiniyir? 3 arta gedir. Deməli, 12, 15, 18, 21, 24. Onda burada neçə olacaq? 27. Baxırıq. 10, 17, 10, 20, 26. Onda cavab 1 olacaq da. 27-dir bəndə. Burada 79-da necə olur? 79-da demək, bunun kənar ətraflarının hamısını toplayıram. Bax, 3, 6, 2, 2. Bu eləyir neçə? 13. Sonra bu ətrafları toplayıram. 4, 9, 1, 3. Neçə eləyir? 17. Deməli, bu ətrafları toplayıram. 2, 4, 6, 3. Eləyir 15. Deməli, bu ortadakına nəzərən cavablar alınır. Amma mən bu hissədə aldığım cavabı bu hissədə almayıb. Bir dənə sağ tərəfə sürüşdürərək yazıb da. Deməli, onda burada cavab necə olacaq? Mən əgər burada aldığım cavabı bu sağ tərəfə sürükləşdiribdirsə, onda burada necə olacaq? Demək, 15 aldım, 13 aldım, 17 aldım. Deməli, bu digərlərinin cəmi məndə nəyi verməlidir? 15-i verməlidir. Demək, 8, 1 eləyir 9, 9-un da üstünə 6 eləyir 15. Burada 67-də necə olur? 67-də, yəni 12 cavabını mən necə ala bilərəm? 12 cavabını mən belə ala bilərəm.